Sınaq müddəti işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını yerinə yetirmək bacarığını yoxlamaq məqsədi ilə əmək müqaviləsində müəyyən edilən müddətdir. Əmək məcəlləsinə əsasən 6 ayadək bağlanmış əmək müqavilələrində sınaq müddəti ən çoxu 2 həftə, digər əmək müqavilələrində isə ən çoxu 3 ay müəyyən edilə bilər. Əmək məcəlləsinin 52-ci maddəsinə əsasən 18 yaşına çatmayan şəxslərə, müsabiqə yolu ilə müvafiq vəzifə tutanlara, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara, 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisəsini bitirdiyi ildə ixtisası və ya peşəsi üzrə ilk dəfə işə qəbul olunan şəxslərə, ödənişli seçkili vəzifəyə seçilənlərə, eləcə də 2 ayadək əmək müqaviləsi bağlanan şəxslərə sınaq müddəti müəyyən edilmir. Həmçinin tərəflərin qarşılıqlı razılığı ilə digər hallarda da sınaq müddəti tətbiq olunmaya bilər. Əmək hüquqlarınızı öyrənin və tələb edin.